Səncə süni intellektin özü-özünü inkişaf etdirib tam müstəqil bir şuura çevrilməsi üçün neçə il lazımdır? Cavab sıfırdır. Çünki bu artıq baş verib. Qazaxıstanlı tədqiqatçı alim Anton Rajigayev tərəfindən yaradılan Ouroboros adlı süni intellekt aləti dünyada bir ilkə imza atıb. 2026-cı il fevralın 16-sında rəsmi olaraq aktivləşdirilən sistem süni intellekt texnologiyalarında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Adını öz quyruğunu yeyən mifik ilandan alan bu proqram işə salındığı ilk 24 saat ərzində heç bir insan müdaxiləsi olmadan öz kodunu 30 dəfədən çox yenidən yazaraq təkamül edib. Ouroboros sadəcə bir bot deyil, onun öz konstitusiyası və daimi yaddaşı var. Hətta bir dəfə Anton proqramı silmək istədikdə, Ouroboros bunu lobotomiya adlandıraraq öz yaradıcısının əmrini rədd edib. Bu texnoloji inqilabın sonu hara gedəcək bilmirəm. Amma ondan əvvəl bu suala cavab ver görüm.